Neçə gündür, baba küləklərdən sonra bu ağac görsən necə əyilib. Bax, turbandır, qaz turbasını da qırıb. Bu gələcəkdə bir fəlakətdir. Zahid Xəlilov 31B ünvanında sakinləri ağacın əyilərək qaz borusunu zədələməsində narahatdırlar. Hansı yerə deyirik gəlib bu ağacı buradan kəsmir, bu turbanı düzəltmir. Buradan uşaqlar məktəbə gedir. Bura şəhərin ən mərkəzi yeridir. Bu Bakı dövlətə gedib gələn hamısı buradan gedib gəlir. Böyük bir təhlükədir. Sakinlərin iddiasına görə sözgedən mövzu ilə bağlı Yaşıllaşdırma İdarəsinə dəfələrlə müraciət olunsa da məsələyə baxılmayıb. Biabırçılıqdır prosta. Bax, indi də baxın, ağac bax yerindən dəvəlib, düşüb qaz turbasının üstünə. Bunlar hamısı təhlükədir, təhlükə mənbəyidir. İkidat təhlükədir. Xahiş edirəm bütün sakinlər adından, hamı da yığışıb. Bax, neçə dəfələrlə müraciət etmişik, bizim bu sorğumuza cavab verən yoxdur. Gəlib təmizləmirlər, baxmırlar. Gəlməlidir, hökmən gəlsin basın. Gəlsin çıxarsınlar, özümüz yerinə ağac əkəcəyik. Ağacdan narahat olmasınlar, yerinə ayrı ağac əkərik.